Bismillahirrahmanirrahim. Və bihi nəstəin və huvə xayrun nasirin və mu'in. Esselamu aleykə ya Əba Abdillah Hüseyn. İmam Hüseyn əleyhissalamın Kərbəla vaqiəsinə nəzər salanda görürük ki, Kərbəla vaqiəsində baş verənlər insan üçün həyati bir dərsdir. İnsan Kərbaladan çox şey öyrənə bilər. Bir məktəbdir Kərbala. O məktəbin siniflərinə daxil olmaq lazımdır. Baxın, İmam Hüseyn əleyhissalamın Kərbəlasında görürük ki, insanlar, küfə cəmaatı İmam Hüseyni istəyirlər. Həqiqətən də İmam Hüseyni istəyirdilər, İmam Hüseyni dəvət elədilər küfəyə. İmam Hüseynə 12.000 məktub yazdılar. 18.000 insan İmam Hüseynin nümayəndəsi Müslümə beyət elədi. Çünki İmam Hüseyn Müslümi nümayəndə olaraq göndərmişdi Küfəyə. Həqiqətən istəyirlər İmam Hüseyni. Amma nə baş verdi ki, bu insanlar İmam Hüseyndən üst çevirdilər? Nə baş verdi ki, bu insanlar İmam Hüseynə beyət elədilər Müslümin vasitəsilə? İmam Hüseyni Küfəyə dəvət elədilər. Amma sonradan öz sözlərindən döndülər. Dönüş çıxdılar. İmam Hüseynə beyət etdilər, sonra beyətini sındırdılar. Bunun çox səbəbi var. Əsas səbəblərindən toxunmaq istəyirəm. Bir səbəbi küfə cəmaatının qorxaqlığı idi. Qorxaq cəmaat idi. Qorxurdular. Onlar İmam Hüseyni tanıyırdılar. Necə bir şəxsiyyət olduğunu bilirdilər. Allahın yer üzündə nümayəndəsi olduğunu bilirdilər. Peyğəmbərin nəvəsi olduğunu bilirdilər. İmam olduğunu tanıyırdılar. Amma qorxuları səbəbindən İmam Hüseyndən döndülər. Çünki onlar gördülər ki, Yezid İbn Ziyadı göndərdi Küfəyə. İbn Ziyad Küfəyə gələndən sonra öz o vəhşi sifətini göstərdi, öz o Əzrail, o Əzazil sifətini onlara göstərəndən sonra birini qorxutdu, birini vurdu, birini öldürdü. Bu cür birini təhdid elədi. Görəndən sonra bilirlər ki, əgər biz İmam Hüseyni beyət eləsək, Müslümin yanında olsaq, bizi də öldürəcəklər. Onlar qorxusundan İmam Hüseynin ətrafından, Müslümin ətrafından dağılışmağa başladılar. Hətta bəziləri də gəldilər, Kərbalada İmam Hüseynə qarşı vuruşdular. İkinci bir səbəb dünya sevgisi idi. Bilirsiniz, dünya sevgisi insanı çox bəlalara salar. Həzrət Əlinin bu barədə bir hədisi var ki, dünya sevgisi bütün xətaların başıdır. Çünki insan dünyaya görə hər şey edər. Dünya sevgisinə görə. Bunlar da dünyanı sevirdilər. İmam Hüseyni istəyirdilər, amma dünyanı İmam Hüseyndən çox istəyirdilər. Yaşamaq istəyirdilər, rahatsızlıq istəyirdilər. Dünya ardındadılar. Və buna görə onlar gördülər ki, əgər İmam Hüseynin yanında olarlarsa, İmam Hüseynlə birlikdə olarlarsa, onlar şəhid olacaqlar. Dünyadan məhrum olacaqlar. Dünyada yaşamayacaqlar. Ona görə onlar İmam Hüseyndən üz döndərdilər. Dünyanı seçdilər. Bu digər bir səbəbdir. Üçüncü bir səbəb onların riyakarlığı idi. Riyakar idilər. Dedikləri ilə əməlləri düz gəlmirdi. Daxilində başqa cürdülər, zahirdə başqa cürdülər. Özünü elə aparırdılar ki, həqiqətində bu İmam Hüseyni sevərdilər. Kərbala vaqiəsində İmam Hüseynin yanındadılar. Əvvəl belə göstərdilər, İmam Hüseyni dəvət eləmək istədilər bir çoxları. Amma həqiqətdə daxilində başqa idilər. Özlərini belə göstərirdilər ki, mən Hüseynin yanındayım. Amma mühüm məqamda İmam Hüseynindən üst çevirdilər. Beyətindən yayındılar, beyəti götürdülər. İmam Hüseynin qarşı çıxdılar. Dördüncü bir səbəb nəfsi istəklərə tabi olmaq. Onlar nəfsi istəklərin ardınca idilər. Onların məqsədi nəfsi istəklərə çatmaq idi. Onlar düşünürdülər ki, məsələn, biz gedərik Kərbalada, məsələn, İmam Hüseynin yanında olaraq, İmam Hüseyin vuruşar, qalib gələr. Bunlar Yezidə qalib gəlirlər fiziki olaraq. Onlar qənimət əldə edərlər. Onlara da qənimət düşəcək. İmam Hüseyin onlara bir vəzifə verəcək. Dünya istəyi, sevgisi, nəfsi istəklər. Onlar onu düşünürdülər. Amma gördülər ki, yox, bu meydanın, bu döyüş o tərəfə gedir. Yəni, bu döyüşə doğru gedir, bu şəhadata doğru gedir. İmam Hüseynin Yezidlə olan müharibəsi fiziki olaraq
şəhidi idi. Yəni insan gedib şəhid olacaq. Dünyadan, nəfsi istəklərdən məhrum olacaq. Bunu görəndən sonra başladılar nəfsi istəklərinə tabi olaraq İmam Hüseyndən yayındılar, İmam Hüseyndən uzaqlaşdılar. Yəni əsas səbəblərdən bunlardır. Amma digər bir səbəb, bunların mühüm bir səbəb düşünürəm ki, imanın zəifliyi idi. Yəni kifayət qədər iman sahibi deyildilər. Onlar əgər iman sahibi olsaydılar, həqiqəti görsəydilər, bilsəydilər bu işlər Allaha görədir, Allaha görə baş verir. İmam Hüseyn özünü və ailəsini Allah yolunda fəda eləyir, dinini qorumaqdan ötürü bu işi görür. Bu qədər hətta imanları olsaydı, qəlblərin gözü açıq olsaydı, bunları görə bilsəydilər, onlar İmam Hüseyndən uzaqlaşmazdılar. İmam Hüseyni heç qoymazdılar. İmanları zəif idi deyə onlar həmin məqamda İmam Hüseyni tək qoydular və keçdilər Yezid tərəfə və yaxud İmam Hüseyndən uzaqlaşdılar. Əsas səbəblər bunlardır. Allah bizə kömək olsun, yardım olsun. Allah bizə güclü iman versin ki, biz də belə bir məqamda imamı tək qoymayaq, imamın yanında olaq inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.